Sosial şəbəkələrdə tələbələrin metrodan tələbə kartı vasitəsilə ödəniş edərək keçdiyini əks etdirən görüntülər yayılıb. Bakı Metropoliteni AZ-ya bildirib ki, metroda ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmə sistemi test rejimində istifadəyə verilib. Qeyd olunub ki, layihə Bakı Kart və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir. İlkin mərhələdə Kapital Bankın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub. Tələbələrə tövsiyə olunub ki, sınaq zamanı hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından, məsələn, Bakı kartdan istifadə etsinlər. Həmçinin balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər. Ona görə də yalnız balanslı kartlarla əməliyyat aparmaq məsləhət görülür. Bakıda minik avtomobilləri ilə taksi fəaliyyətinə limit tətbiqi barədə qərardan sonra sürücülər Bakı Beynəlxalq Avtovağzalına axın ediblər. Bu isə buraxılış vərəqəsi almaq üçün texniki baxış müayinəsi zamanı avtovağzalda uzun növbələrin yaranması ilə nəticələnib. Sürücülər ATV açıqlamalarında prosesin ləngiliyi səbəbindən səhərə qədər növbədə gözləməklərinə baxmayaraq xidmətdən yararlana bilmədiklərini deyiblər. Növbədə 500-600 nəfər adam var. Gecə saat 4-5-in yarısına qədər gözləmişik. Günə 20 nəfər qeydiyyatdan keçir. Dekabrın 31-i isə son gündür. Artıq bir həftəyə yaxındır ki, hər gün gəlib gedirəm deyə vətəndaşlar bildirib. Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal kompleksindən bildirilib ki, bura axın edən sürücülər texniki baxış müayinəsi üçün gələnlərdir. Son həftə ərzində taksi minik avtomobillərində sərnişin daşımalarına müvafiq icazələrin alınması üçün müraciətlərin sayında kəskin artım var. Prosedur qaydalar çərçivəsində gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri narkoloji test müayinəsidir. Bu müayinədən təkcə Bakı Beynəlxalq Avtovağzal kompleksi ərazisində keçmək vacib deyil. Paytaxtda müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək mümkündür deyə bildirilib. Naxçıvanda Babək rayonunda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, Babək rayon polis idarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat verilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadıqova müəyyən edilərək saxlanılıb. Araşdırmalarla Göyərçin Sadıqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat və 700 Amerika dolları oğurladığı məlum olub. Baş vermiş faktla bağlı araşdırmalar davam etdirilir.